sevenler, YouTube kanalıma hoş gelmişsiniz. Bugün Clash Royale taktiklerinden sizlere oyun nümayişini edeceğim. İstedim biraz sizden söhbət edeyim, hem de ki YouTube kanalıma yeni açmışam. İstəyirəm sesli videolar atım. Royal taktikleriyle devam edirik. Sandığa bir dənə tez baxaq. İhtiyaç olanımızda. Yani hesabımı 2 aydır açmışam ve hesabım gördüğünüz kimi seviyesi 31'dir. Ve o yoluna baxaq. Yani istəyirəm sizə hesabıma tanış elətdirim. 5340 kupon var. Yani 2 aya məncə normal nəticədir. Oynadığım oyuncular yani bunlardır. Mən bunları sevirəm, ona görə. Sevirəm deyəndə ki, xoşum gəlir. Bugün Royal taktiklerindən davam edəcəyik ki, görəs biz bu oyunu başara bilirik yoxsa yox. Burada dünən oynadığıma görə açıram ki neyse keçək oyundan davam edəcək. Vaxt keçmədən tez bir zamanda mən belə başladım. Və bir də ki dostlar, arkadaki səslərə görə üzr istəyirəm. Bu birinci maçdır. Ona görə problem yox. Çünki biraz vaxt çatmadı. Ona görə rastgele nəsə götürdüm. Heç sevmirəm bu şeyləri yəni. Çünki məndə nəsə olmur. Neyse belə davam edəcəyik. Məncə oyun mənimdir. Yox. Eybi olsun. Yəni problem deyil. İlk başlarda belə olur. Kısa bir müddətdə telafi edəcəm bunu. Vermir, istədiyimi vermir, ona görə biraz çətinlik yaşadım. İstediğim oyuncuları vermir diye. Ona görə biraz. Ama məndə də oyun. Çünki sırf özümü zəqmək üçün gəlib bir-iki oyun bırakın. Ama bir-iki oyuna ehtiyac yoxdur. Məhv eləyəcəm onu, baxın. Neyse belə davam eləyəcək. Buju 3 ulduzdur. Merhaba dostlar. Apardı olsun. Ama dilimi olmaz da. Dilimi olmaz yani ki gözümüzde taktik ve bilmeye lazımdır. Sağ sonuçlar olmaları lazımdır. Bir rəqibimizi aldıq və hələ ki mən az oyuncularla oynayırdım. Özünüz də görürsünüz də. Onlar isə məncə normaldır. Amma bir şey var ki, bunu mən düzəltməliyəm. Belə. Bu birinci rəqib biraz mənə düşündürür. Ama inanmıram.
Əsas yuxarıdakidir. Onu alacağım. Mən də alacağım. Bu oyun mənimdir. Mənim də bu oyun. Yəni heç əziyyət çəkmədən bu mənim oyunlar budur. 6-cı turdayıq. Yaxşı gedirik. Pis deyil. Hələ ki pis deyil. Oyuncularımı tez bir zamanda düzürəm. Və görüm neysə arta bilən burada. Nəsə istədiyimi vermir oyun. Amma yenə də rəqib olsa çox zevkli. Altın seviye var ama bir de şimdi yana bilər bizim qarşımızda. Yəni dəyişiklik eləmək istəyirəm. Çünki rəqib bir güclənib. Dediyimə görə rəqib deyirəm güclənib. Belə eləyəcəm. İnşallah ki belə edim ki, çünki bu indi bilirdim elə olacaq. Bir zamanda qarşı tərəf almaq lazımdır. Mən də tutduğum qədər rəqib mənim qarşımda olsun dayana bilmir dostlar. Birinci oyunumuzu birinci yerdə tutardıq. İlk video olduğuna görə kısaca video çəkdim ki sizə tanış olasınız. Həm də ki belə videoların davamını gəlməyini istəyirsinizsə abunə olub takip eləməyi unutmayın. İlk videomdur, ona görə nərəsə səhv, nərəsə əskiyə elə bilərəm, amma dostlar dəstəyinizi gözləyirəm sizdən. Çox sağ olun, özünüzə yaxşı baxın, sağ olun.